yəni Allah Subhanahu və Taala'nın qullarına olan rəhməti, yəni ananın övladına olan rəhmətindən, mərhəmətindən şiddətlidir. Və bunda şək yoxdur. Və Allah Subhanahu və Taala'nın bu rəhmətinin təcəllisidir ki, Allah Subhanahu Taala bizim üçün bəzi günlər təyin edib, bəzi yerlər təyin edib, bəzi məqamlar təyin edib. Şübhəsiz ki, qulun səcdə halı heç də başqa hallardakı kimi deyil. Yəni, bunu insan özü-özlüyündə hiss edir. Ən əzəmətli, ən ali üzvü olan alnını hara gətirir? Ən əsfəl, ən aşağı, zəlil olan ayağının səviyyəsinə. Və səcdənin mahiyyəti budur. Ona görə səcdə, yəni o qulun Rəbbi önündə olan o rəzilliyi ki var, o rəzilliyin ən kamil təzahürlərindən birisidir. Yəni insanın, təsəvvür edin, baş insanın elə bir üzvüdür ki, bütün bədən onu daşıyır. Və sən ən ali üzvü, o başıvı gətirirsən ən aşağı olan əzabın səviyyəsinə. Və bu zəlilliyin bir təzahürüdür və şək yoxdur ki, həmin hal, həmin səcdə və qulun Rəbbinə ən yaxın olan anıdır. O səcdədə edilən dualar, zikirlər başqa məqamlarda edilənlərdən fərqlidir. Və bu Allahın rəhmətidir. Bunu qul üçün təyin edib. Yəni fikir ver, sənin Rəbbin önündə bu rəzilliyin Rəbbinin sənə olan rəhmətidir. Çünki hidayət neməti belədir. Yəni biz iman etmişik deyə Allaha minnət etmirik. Necə Hucurat surəsində Allah Subhanahu taala buyurur ki, Allah sizə hidayət verdiyinə görə öz minnətini sizin boynunuza yükləyib. Bu Allahın bizim üzərimizdə olan minnətidir. Və bu minnətə görə biz şükr etməliyik. Və şükür ediləsi ən böyük nemət də məhz hidayət nemətidir. Yəni bizdən elə bir insan yoxdur ki, evindən çıxanda evinin qapısını açıb getsin, maşından düşür, maşının qapısını bağlayıb gedir. Niyə? Çünki dünyəvi nemətlərdir və insan fitrətinin tələbi budur ki, o bu nemətləri qorumağa hərisdir. Əgər bu belədirsə, bu nemətlərin ən əzəmətlisi hidayət nemətidirsə, deməli elə sənin fitrətivin tələbidir ki, sən bu neməti qorumağa həris olasan. Və həmçinin o günlərdən, yəni qulun Allah Azza və Cəlləyə yaxınlaşması üçün fürsət olan, məqam olan günlərdən birisi də və ən əsas günlərdən sayılır Zilhiccə ayının ilk 10 günü. İstər Zilhiccənin 9 günü və həmçinin bayramı da buna daxil etsək, hətta təşrik günlərini də buna daxil etsək, yəni önümüzdə böyük bir fürsət var. Və Allah Subhanahu və Teala bu günlərə and içir. Və ləyəlin aşır, and olsun 10 gecəyə və əksər təfsir alimlərinin rəyinə görə bu ayədə and içilən 10 gecə məhz Zilhiccə ayının ilk 10 gecəsidir. Və çox təəssüflər olsun ki, və hətta belə desək, yəni əbəs olmaz, yəni deyə bilərik ki, bugün yer üzündə az qisim insanları çıxmaq şərti ilə və Allahdan diləyimiz budur ki, Rəbbimiz bizi o azlardan etsin, əksər müsəlmanlar bu günlərə qarşı biganədir. Hətta o səviyyədə ki, ümumiyyətlə alimlər qeyd edirlər ki, Zilhiccə ayının ilk 10 günü və bu günlərdə edilən əməllər, ibadətlər və s. və ilaxır bu unudulmuş sünnədir, unudulub. Bunun ən gözəl təzahürü hardadır? Sən Zilhiccənin ilk 10 gününü müqayisə et Ramazanla. Hələ mən heç demirəm Ramazanın son 10 günü ilə. Ümumən Ramazanla, lap istəyirsən, müqayisə et Ramazanın ilk 10 günü ilə və ya ortası ilə. Sizcə müsəlmanların ehtimamı Zilhiccənin ilk 10 gününə daha çoxdur, yoxsa Ramazanın son 10 gününü demirəm, ilk 10 gününə? Məlumdur yəni. Bu dəlildir ki, bu unudulmuş sünnədir. Və bu sünnəni dirçətmək, yaşatmaq və bilməyənlərə çatdırmaq sünnət əhlinin, hədis əhlinin nə idi? Vəzifəsidir. Və Allah Azza və Cəllənin dini qarşısında bizim borcumuzdur. Və
bilmək lazımdır ki, Zilhiccə ayının ilk 10 günü nəinki Ramazan ayının ilk 10 günündən, ümumiyyətlə Ramazan ayının son 10 günündən də əfsəldir. Sadəcə olaraq alimlər nədə ixtilaf ediblər? Gecələrində. Və düzgün olan rəy də budur ki, gecələrə və gündüzlərə bölsək, çünki gün məfhumu iki hissəyə bölünür. Bunun gecəsi var, gündüzü var. Və doğru olan budur ki, Ramazan ayının son 10 gününün gecələri ən əfsəl gecələrdir. Və ən əfsəl gecə olan Qədr gecəsi də bu gecələrdən birindədir. Lakin günə nisbətdə doğru olan budur ki, Zilhiccə ayının ilk 10 gününün gündüzləri ilin bütün gündüzlərindən əfsəldir. Ramazan da daxil olmaqla. Çünki ilin ən əfsəl günü, Arafa günü məhz bu 10 günlükdədir. Yəni ən əfsəl gecə Qədr gecəsi və ən əfsəl gündüz gün Arafa günü. Hələ mən demirəm Arafa gününə qarşı olan münasibət. Yəni həqiqətən də hansı tərəfdən baxırıqsa baxaq, biz görürük ki, yəni qabağımıza çıxan budur. Və bu bizim problemimiz deyil. Demək olar bütün dünya müsəlmanları bu haldadır. Yəni Zilhiccə ayı məsələn gələndə, indi həccə hazırlaşanları çıxsaq, həcdə olmayanları nəzərdə tuturam, o Ramazana və ya Ramazan gəlməmişdən qabaq o bir neçə həftə o olan hazırlıq, o şövq, o gözlənti Zilhiccə ayında hiss olunmur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisində buyurur ki, yəni ən sevimli əməl və bir rəvayətdə gəlir İmam Əhməd Musnədində ən əfsəl və ən əfsəl Allah subhanahu və teala'ya ən sevimli və ən üstün əməl məhz Zilhiccə ayının ilk 10 günündə görülən əməllərdir. Və burada əməl deyəndə bütün salih əməllər buna daxildir. İstər oruc, istər Quran qirayəti. Yəni bu nə deməkdir? Yəni sən düşünmə ki, Ramazan ayında oxunan Quran, qiraətül Quran, bu əməl, bu salih əməl Zilhiccə ayının ilk 10 günündə oxunan Quran qirayətindən əfsəldir. Yəni nə badə bunu düşünəsən. Bu dəllə müxalifdir. Bu sadəcə olaraq müsəlmanların o vərdişin nəticəsində ki, müsəlmanlar buna vərdiş edib, yəni Ramazana qarşı və Zilhiccə ayının ilk 10 günü ki, umdulub, bu vərdiş nəticəsində bu fikirlər hasil olub. Amma həqiqətdə belə deyil. Yəni, Zilhiccə ayında ilk 10 günündə görülən əməllər, salih əməllər, Quran qirayəti, namaz, oruc, sədəqə, elm tələbi və s. və ilə axır. Allah qatında ən əfsəl, Allaha ən sevimli əməllər sayılır. Bunu eşidəndə sahabələr sual verdilər ki, ey Allahın Rasulü, hətta Allah yolunda cihad da mı buna daxildir? Yəni, müqayisəyə fikir verin. Çünki sahabələr bilirdilər ki, cihad elə bir əməldir ki, necə bir hədisdə gəlir, dinin nə idi? Zirvəsi. Cihad dinin zirvəsidir. Və cihad elə bir ibadətdir ki, o həqiqi, o imanın göstəricilərindən birisidir. Təsəvvürlə insan, qul öz bədəni ilə, öz canı ilə nə edir? Cənnəti satın alır. Bu nə deməkdir? Bu artıq çatıb ki, insan razıdır, öz canını fəda versin nəyin müqabilində? Cənnətin. Bu dinin zirvəsidir. Və ona görə sahabələrin ağlına ilk bu sual gəlir. Deyirlər ki, ey Allahın Rasulü, hətta cihad belə, yəni Zilhiccə ayının ilk 10 günündə edilən salih əməllər başqa aylarda edilən cihaddan da üstündür. Allah Rasulü tərəddüd etmədən deyir ki, bəli. Zilhiccə ayının ilk 10 günündə edilən salih əməllər Allah yolunda, Allahın adının uca tutulması uğrunda edilən cihaddan əfsəldir. Yalnız orada Allah Rasulü cihadın bir növünü, ən ali növünü istisna edir. Deyir ki, o kəsdən başqa ki, öz malı ilə, mülkü ilə, canı ilə çıxa və heç nəyinə qayıtmaya, yəni şəhid ola. Bu kəsdən başqa. Bu cihadın ən, yəni, ali nöqtəsidir. Amma belə ümumən budur. Və biz həmçinin sələflərin halına baxsaq,
bu Zilhiccə ayının ilk 10 gününə münasibətlə biz bunu görürük. Hətta sələflərdən bəziləri olardı, çox qəribə bir, yəni bizə görə əslində qəribə haldır, onlar üçün qəribə deyildi. Kimin məsələn Ramazandan qəzası qalsaydı, üzürlü səbəbə görə tuta bilməsəydi, saxlayırdı onun Zilhiccənin ilk 10 gününə. Məsələn 2 gün, 3 gün, qadınlı və ya kişili. Hətta kişi sahabələrdən gəlib, Ömər ibn Xattabdan, radiyallahu anhu və qeyrilərindən. O etiqadla, o niyyətlə ki, heç olmasa, yəni Zilhiccə ayında tutduğum o Ramazanın qəzaları, onun əcri, savabı Ramazanda tutulmuş orucun savabına gəlib çatsın deyə. Həmçinin zəkatlarını saxlayanlar var idi. Amma bugün bu adətən hamısı təyin edilir hansı aya? Ramazan ayına. Yəni hansı tərəfdən baxsaq biz bunu görürük ki, doğrudan da Zilhiccə ayının ilk 10 gününə münasibət tam yerində deyil və bu unudulmuş sünnələrdən sayılır. Və təbii ki, gündüzlər deyəndə gecələrini unutmuruq. Ona görə ayə fikir versə, ayədə Allah Subhanahu wa Ta'ala Zilhiccə ayının ilk 10 gecəsinin gününün gecələrini and içir. Yəni gündüzləri əfsəl olduğu kimi gecələr də əfsəldir. Və həmçinin sələflər bu günlərdə təkbiri, təhlili, yəni Allahu Akbar, La ilahə illallah, Subhanallah, təsbihi, təhmidi, Elhamdülillah bunları çoxaldardı. Və həmçinin İmam Əhmədin rəvayətində bayaqları qeyd elədiyim rəvayətin sonunda elə Allah Rəsulü bunu özü sahabələrə tövsiyə edir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, yəni Allaha ən sevimli əməllər və Allah qatında ən üstün əməllər bu günlərdə görülən əməllərdir və sonra buyurur ki, bu günlərdə təhlili La ilahə illallah, Subhanallah, Elhamdülillah, Allahu Akbar bu zikirləri çoxaldı və sahabələr bunu əməl edirdilər. Yəni sahabələrin tək məsələ bu hədisin üzərində qurulmayıb. Çünki biz dinimizi Quran, sünnə və sələfin fəhmi ilə götürmüşük. Sələfin əməlləri ilə. Biz sələfin, sahabə və tabiinlərin əməllərinə baxanda görürük ki, onlar bu hədisləri necə əməl edirdilər. Abdullah ibn Ömər, Abu Hüreyrə, Zilhiccə ayı girəndən, yolda gəzərkən, məscidə girərkən, bazarda dolanarkən dillərindən bu təkbirlər düşmürdü. Ona görə Zilhiccənin təkbirləri 2 növdür. Bir var mütləq təkbirlər, bir var müqayyət təkbirlər. Mütləq təkbirlər odur ki, namaza bağlı olmayan təkbirlər. Yəni, bu başlayır Zilhiccə ayı girəndən nə vaxtacan? Zilhiccənin 13-ünəcən. Zilhiccənin 13-ü tamamlananacan bu təkbirlər davam edir. Və bu təkbirlər mütləq təkbirlərdir, bəli. Yəni mütləq, namazların sonuna bağlı deyil. Evdə oturanda, maşına minəndə, maşın sürəndə, yolda gedəndə bu təkbirləri deyirsən. Allahu Akbar, Allahu Akbar, La ilahə illallah, Allahu Akbar, və lillahil hamid və ya Allahu Akbar kəbiran, vəlhamdülillahi kəsiran və subhanallahi bukratan və asilə və s. Bunlar hamısı varid olub sələflərdən. Birinci qeydlədiyim daha məşhurdur. Və bir də var müqayyət təkbirlər, hansı ki, Arafa günü sübh namazı ilə başlayır və namazların sonuna xasdır, hər namazlardan sonra. Bu da müqayyət təkbirlərdir. Həmçinin oruclar da buna daxildir. Və Nəsai-nin sünənində rəvayət olunan səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm qeyd olunur ki, Zilhiccənin ilk 10 günündə oruç tutar. Təbii ki, ilk 10 gün deyəndə ora bayram girmir. Orada söhbət 9 gündən gedir. Sadəcə olaraq bütün salih əməllər bayram və ona daxil olduğuna görə, bayramı da ehtiva elədiyinə görə, ümumiyyətlə Zilhiccənin ilk 10 günü deyəndə, salih əməllərə nisbətdə 10 gün deyilir. Amma oruca nisbətdə təbii ki 9 gün. Və xüsusən də Arafanın orucu. Heç olmazsa, Arafadan qabaq oruç tuta bilməyən, heç olmasa Arafada salçısın oruç tutsun və bu oruç da
bir il keçmiş və bir il gələcək günahları kəfarət. Və həmçinin şərt deyil ki, 9 gün hamısını tutasan. Ola bilsin, insan bəzən belə suallar verilir. Məsələn, mən bir gün, 2 gün, 3 gün tutmadım, eyb etməz. 4-cü gün tut. 5-ci, 6-cı gün tutmadın, 7-ci gündür. Nə qədər bacara bilirsən, nə edə bilirsənsə elə. İmkan var, Zilhiccə ayı girəndən günə 300 oxusan, ilk 10 gündə Qur'anı xətm edərsən. Bacarırsan elə və belə. Dua edirəm ki, Allah subhanahu wa ta'ala bizə eşidib fayda götürən qullarından etsin.